Real hadisələr əsasında çəkilib. Gəlinlərim, bacım xəstədir, ona dəyməyə gedirəm. Gəlim görüm ki, yeməkləri bişirmisiniz, evləri silib süpürmüsünüz, hər şey qaydasındadır. Ruslan kim gəlsəydi, çıxıb gedərdik, öz evimizə köçərdik. Ayrı evimiz olardı. Ev yox bacı, dözməliyik də, neynəməliyik, qaynanadır da. Yox ay bacı, artıq dözə bilmirəm. İfritə gün verib işıq vermir bizə. Əlimizdən nə gələr? Bircə anar gəlsəydi. Məncə artıq bunun bir yolu var. Amma mənə kömək lazımdır. Bacı, nə köməklik? Dur, deyəcəm mən sənə yolunu. Gəbər artıq, İfritə. Canımızdan bezdirdin sən bizi. Bacı, sən nə edirsən? Qarışma sən. Aman Özüm bilərəm. Allahım bizi bağışlasın. Sənin də canın qutaracaq, mənim də. Bu sənin son yeməyin olsun. Artıq hazırdır. Mənim gözəl qaynanam. Nuş olsun. Cəmlə, salona gedirəm. Gəl bacı. Gəldim ay bacı. Gəl gedirik bugünkü günümüzü qeyd eləməyə. Ah, uşaqlığımız. Ne oldu? Niye kövrəldin? Uşaqlığımız burada keçib. Yadındadır Fazil dayının oğlu ilə. Qaşım orada partlamışdı, yadıma gəlirdi uşaqlar. Ey idadı bidadı. Zaman uçur özüm öyle. İlk öncə anamı görüb qucaqlamaq da arzum. Anacan! Anacan! Qapı da açıqdır. Sürpriz! Biz geldik. Anacan! Evdə heç kim yoxdur. Ana! Girək. Ola bilsin harası gediblər gələcəklər. Kaşıya qoxu gəlir nəsə. Yemək qoxusu gəlir. Yeməyin qoxusu gəlir. İnan anamın yeməkləri üçün elə darıxmışdım. Mən də. Qoxusuna bax. Onlar gələnə kimi. Bozbaş. Elə darıxmışdım Mən anamın. üçün çox çəkmək. Sən mən çox. Yox, ikimizə də eyni çəkər. Ya Allah, məndə çox çəkdəsə çıxıb bu. İllərdir ana yeməyin həsrəti ilə yaşayır. İyisinə bax. Bilinir, anamız pişirir.